səhv eləmirəmsə axırıncı çərşənbədə, yəni Qara bayram deyirlər ona. Bəzi cahillər gedirlər qəbirləri ziyarət edirlər və ora qoz, fındıq, şəkərbura, nə bilim paxlava qoyurlar. Güya həmin o ölü dirilib, xortlayıb dirilib həmin o şəkərburadan, paxlavadan yeyəcək və tarix boyu da belə olub. Mən gedib ziyarət eləməklərinizə bir söz demirəm. Nəinki Qara bayramda hər gün gedin ziyarət eləyin. Öz doğmavızdır, öz ölümüzdür. Hər gün gedin ziyarət eləyin. Amma ora apardığınız o şəkərbura, paxlavanı ora qoyduğunuzda bilirsiniz ki, siz ora qoysanız o ölü heç vaxt dirilib o şəkərburadan, paxlavadan yeməyəcək. Həmin o şəkərburaları, paxlavaları bir dənə qıraqdan baxın, ya it-pişik yeyirlər, məsəl üçün yemək aparıb qoyurlar, nə bilim nə edirlər, ya it-pişik yeyir, ya da ki, oradakı oranın işçiləri, qəbristanlıqda olan işçilər götürürlər, siz gedəndən sonra yığışdırırlar və özləri yeyirlər. Bax, gedin ziyarət eləyin, hər gün ziyarət eləyin, tək həmin vaxtı Qara bayramda ziyarət eləməyin. Həmin o şəkərburaları, paxlavaları ora nə qoyacaqsınızsə, aparın, nə qədər kasıblarımız var, nə qədər məsəl üçün şəhid ailələri var, nə qədər qazilərimiz var, qazi ailələri var. Baxın, onların adına aparın, verin, məsəl üçün qürbətə illallah deyin, Allaha yaxın olmaq üçün. Qürbətə illallah deyin, həmin o adamın adına verin. Məsəl üçün gedin, bax ziyarətgahlar var. Ziyarətgahlara gedin, ziyarət eləyin. Bir sözü yoxdur, bir pisliyi yoxdur. Məsələn, həmin o ziyarətlərə pul verdiyinizə ora verməyin. O pullar çünki heç bir kasıba çatmır. Həmin o pullarla sizin o pullarınızı yığırlar, aparırlar, özlərinə 100 minlik, 200 minlik maşın alırlar oranın işçiləri. O başçıları da, yəni məsələn aparın, bax həmin o pulları ora verdiyinizə gedin ziyarət eləyin. Yenə deyirəm, gedin ziyarət eləyin. Ziyarətin bir pisliyi yoxdur. Amma məsəl üçün gedirsiniz Mir Möhsün ağanın qəbrini ziyarət eləyirsiniz və ya evini ziyarət eləyirsiniz. Həmin o Mir Möhsün ağanın ora verməyin, ora pul verməyin. Aparın həmin o pulları, həmin o kasıblara, məsəl üçün, onun adına, məsəl üçün, belə deyin də, Mir Möhsün ağanın adına bu nəzri verirəm, bu kasıba, məsəl üçün, qürbətə illallah. Baxın, Peyğəmbərin vaxtında, Muhammed Peyğəmbərin vaxtında bir varlı imkanlı olur, nə qədər xurma bağları, dəvələri olur. Bu son ölümün vaxtında, son nəfəsində Peyğəmbəri çağırır və Peyğəmbər gəlir, bütün nə var dövləti varsa hamısını Peyğəmbərə verir ki, mən bunu İslam yolunda xərcləmək istəyirəm. Orada Muhammed Peyğəmbər deyir ki, kaş bu öz əli ilə onu hamıya paylardı. Görürsünüz, Muhammed Peyğəmbərin də hətta əli ilə, özünün əli ilə yox ha, məsəl üçün, Muhammed Peyğəmbərin əli ilə yox, kaş deyir, öz əli ilə onu paylardı. Görürsünüz, onun savabı ondan da çoxdur. Yəni, buradan belə nəticəyə gəlir ki, özünüz öz əlinizlə verdiyiniz nəzir, niyaz, başqasının əli ilə verməkdən çox-çox üstündə. Hətta Peyğəmbər də deyir ki, kaş öz əli ilə verərdi. Öz əlinizlə Mir Möhsün ağanın ziyarətinə gedirsiniz, məscidlərə gedirsiniz, ora pul verməyin. Aparın, gedin ziyarət eləyin, bir pisliyi yoxdur. Amma aparın, həmin o məscidin adına, məsəl üçün, həmin o ziyarətgahların adına, Mir Möhsün ağanın adına verirəm, bu nəzri Mir Möhsün ağanın kasıba verirəm, qürbətə illallah. Aparın kasıba verin. İnanın ki, o qəbri, baxın, o qəbr evində şəkərbura paxlava qoyursunuz, o bütpərəstlikdir. Baxın, bütpərəstlər də kahinlərin, məsəl üçün, öz bütlərinin qabağında, taxtaların və ya daşın qabağına yemək qoyurlar ki, güya o bütləri durub yeyəcəklər. Amma onlar gedəndən sonra həmin o kahinlər götürürlər o yeməkləri, özləri yeyirlər, özləri istifadə edirlər. Dərk eləmirlər ki, bu bütün, bu taxtanın, bu daş heç vaxt gəlib bu yeməkləri yeməyəcək. Onun üçün də mənim gözəl millətim, mən öz millətimi doğrudan da çox sevirəm, özümdən də çox sevirəm, pisini də sevirəm, yaxşısını da sevirəm. Mən də istəyirəm ki, mənim millətim
fanatiklikdən uzaq olsunlar. Mənim millətim niyə Yapondan pis yaşamalıdır? Mənim millətim niyə məsəl üçün Çinlidən, İtalyandan, Fransızdan pis yaşamalıdır? Çünki onlar bilirsiniz belə fanatik deyirlər. Onlar hamısı inkişaf edirlər. Elmlə bizim qurtuluşumuz ancaq elmlə, savadla biz qurtula bilərik bu yoldan. Fanatiklə yox, din yolu ilə yox. Başa düşdünüz? Dinə inanın. Amma fanatik cəhəsinə yox. Siz dərk eləyin. Aparırsınız, qoyursunuz qəbr evində, qəbrin üstünə, nə bilim, şəkər, bura paxlava. Bunu ölü diri yeyəcək. Bir dərk eləyin də, bunu ölü yeməyəcək axı. Həmin o bütpərəstişdir. Ziyarətlərə gedin, amma aparıb ora pul qoymayın. Həmin o adımı o adamın adını aparın kasıblara, şəhid ailələrimizə, şəhidlərimizə, qazilərimizə, qazi ailələrimizə verin. Onun suvabı ondan da çoxdur. Siz aparıb o ziyarətlərə pul verirsiniz. İnanın ki, o pullar kasıblara getmir. Heç bir kasıba getmir. Hamısı oranın o işçiləri götürürlər o pulları, özlərinə 100 minlik, 200 minlik maşınlar alırlar. Baxın, Peyğəmbər də deyir ki, kaş öz əli ilə verərdi bu. Onun üçün də mənim gözəl millətim, bu fanatiklikdən, bu cahillikdən gəlin uzaqlaşaq, elmə savada qaçaq. Biz elmdənsə, ümumən elmlənməliyik, ya tək-tək yox. Ümumən elmdənsə, inanın ki, bu fanatiklik bizdən uzaqlaşacaq. Bu cahillik bizdən uzaqlaşacaq. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. Mənim keçmiş videolarımı da izləyin. Yəqin sizin xoşunuza gələn bir video olar. Bəyənməyi də mümkünsə unutmayın. Məni izləyin ki, bəlkə mən kasıb da sizin əlinizlə izlənməm mənim çoxaldı.